150 qram duzlu suyun tərkibində 10% duz var. Bu qarışığa 30 qram duz əlavə edildi. Alınan qarışıqda duz neçə faiz təşkil edir? Əvvəlcə verilmiş qarışıqda duzun kütləsini tapaq. 150-nin 10%-ni taparıq. 150 vurulsun 10, bölünsün 100. 150-nin 10%-i ilə 15 qram edər. Bizə də deyir ki, 30 qram da duz əlavə edildi. Yəni 15-in üzərinə 30 gələrik, 45 qram duz olar. 45 qram. Yəni duz əlavə edildikdən sonra qarışıqda 45 qram duz oldu. Ümumi kütləni taparıq. Yəni 150 qram duzlu sudur. 30 qram da duz əlavə olunandan sonra cəmi nə qədər olar? 150-nin üzərinə 30 gələrik, 180. Demək, ümumi 180-dir. Duzun miqdarı da 45 qramdır. Faizini tap deyirsə, vur 100%. Yəni biz alınan qarışıqda duzun kütləsinin qarışığın kütləsinə olan faiz nisbətini tapırıq. 45 ilə 180-i 9 ixtisar aparsaq, 45-i 9-a bölsək 5, 180-i 9-a bölsək 20. 100 ilə də mən 20-ni ixtisar apararam 20-yə, bura düşər 1, bura düşər 5. 5 ilə də 5-in hasilini tapsam 25. Demək 25%. Alınan qarışıqda duz 25% təşkil edir.